Salam, hörmətli izləyicilər. Bugün kişi və qadın sağlamlığı ilə bağlı çox vacib mövzuları müzakirə edəcəyik. Mövzumuz sonsuzluq problemləri, prostat xərçəngi və sidik yolları infeksiyaları. Hər il milyonlarla insan bu problemlərlə üzləşir. Lakin erkən diaqnoz və düzgün profilaktika ilə bir çox halda qarşısını almaq və ya uğurla müalicə etmək mümkündür. Məlumatlarımızı Azərbaycan və beynəlxalq tibb təşkilatlarının rəsmi tövsiyələrinə əsasən veririk. 1. Sonsuzluq problemləri. Sonsuzluq həm kişilərdə, həm də qadınlarda ola bilər. Kişilərdə ən çox rast gəlinən səbəblər arasında sperma keyfiyyətinin aşağı olması, hormonal pozğunluqlar və varikosel xəstəliyi var. Qadınlarda isə yumurta rezervinin azalması, polikistik yumurtalıq sindromu və fallop tüplərinin tıxanması əsas rol oynayır. Həkimlər tövsiyə edir. 35 yaşdan yuxarı cütlüklər 6 aydan artıq hamilə qala bilmirsə, mütləq mütəxəssisə müraciət etsin. Sağlam həyat tərzi, siqaret və alkoqolun azaldılması, normal çəki saxlanması, müntəzəm idman sonsuzluq riskini əhəmiyyətli dərəcədə azaldır. Müasir müalicə üsulları arasında IVF, tüplərdən kənar mayalanma və ICSI metodları çox uğurlu nəticələr verir. 2. Prostat xərçəngi. Prostat xərçəngi 50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir. Erkən mərhələdə simptomlar çox vaxt olmur, buna görə də müntəzəm yoxlanış vacibdir. Əsas risk faktorları: yaş, 50 yaşdan yuxarı, ailədə prostat xərçəngi tarixçəsi, piylənmə və az hərəkətli həyat tərzi. Həkimlər PSA, prostat spesifik antigen qan analizi və müayənəni tövsiyə edir. Erkən aşkarlandıqda müalicə nəticəsi çox yüksəkdir. Əməliyyat, radiasiya və ya hormon terapiyası ilə xəstəlik nəzarət altına alınır. Profilaktika üçün sağlam qidalanma, tərəvəz, meyvə, az yağlı qidalar, müntəzəm fiziki aktivlik, siqareti tərk etmək. 3. Sidik yolları infeksiyaları. Sidik yolları infeksiyaları qadınlarda daha çox rast gəlinir, lakin kişilərdə də ola bilir. Simptomlar arasında sidik ifrazı zamanı ağrı, tez-tez sidiyə getmək istəyi və aşağı qarın nahiyəsində narahatlıq var. Səbəbləri: bakteriyaların sidik yollarına daxil olması, zəif immunitet, şəkərli diabet kimi xroniki xəstəliklər. Müalicə adətən antibiotiklərlə aparılır, lakin təkrarlanan infeksiyalar varsa əlavə müayinə tələb olunur. Qarşısının alınması üçün sadə qaydalar: gündəlik 2-2,5 litrə su içmək, higiyena qaydalarına riayət etmək, cinsi əlaqədən sonra sidiyə getmək, xüsusilə qadınlar üçün, dar paltar və sintetik alt paltarından uzaq durmaq. Nəticə və tövsiyə: sağlamlıq hər şeydən vacibdir. Bu problemlərlə bağlı hər hansı şübhəniz varsa, özbaşına dərman qəbul etməyin. Mütləq uroloq, ginekoloq və ya ailə həkiminə müraciət edin. Videonu bəyənmişsinizsə, like qoyun, abunə olun və zəng formasını aktivləşdirin ki, sağlamlıqla bağlı yeni videolardan xəbərdar olasınız. Qeyd: bu video yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə yalnız ixtisaslı həkim tərəfindən qoyula bilər. Sağlam qalın.